Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib. Bu barədə tanınmış bloger Salih Nəsirov məlumat paylaşıb. Bildirilib ki, hadisə bugün saat 13 radələrində Əhmədli metro stansiyasının yaxınlığında qeydə alınıb. Məlumata görə piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib və təzyiq göstərib. Keç də! Keç də! Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb. Hadisənin lentə alınan və 102 qaynar xəttində məlumat verən sürücü bildirib ki, piyada oradan dərhal uzaqlaşıb, irəliyə keçib avtomobili saxladım və Daxili İşlər Nazirliyinə məlumat verdim, lakin qarşı tərəf ərazini tərk etdi. Əldə etdiyimi məlumata görə hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.